Bəli, tamaşaçılar, qaymaq verişi yenidən efirdədir. Efirdə deyəndə YouTube-dadır və hər zamanki kimi sizi çox gözlətmək istəmirəm. Daimi qonağım Cəmil Əhmədov bizimlədir. Xoş gördük Cəmil. Çox üzr istəyirəm. Yepiskop gözlərini yumub dua etdi ki, vəziyyəti düzəldəcəyinə Bezufaşın qüvvəsi çatsın. Və 63-cü fəslin sonu Dan Brown, Da Vinci'nin şifrəsi. Gözəldir, gözəldir. Şifrə küverti 1, 2, 3, 4. Hələ açılır, açılı gedir. Baş bu Dan Brown o böyle kitab yazıb, o bunun elə bir Doğrudan desən. ortasında bildim də nə oldu ki? Hər zaman kimi kitab tövsiyəmizdə eləyək. Dostoyevskidən Cinayət və Cəza. Kərimin şəklini vurmaz. Kərimin şəklini vurublar. Bu da təsadüfi deyil ki, biz Kərimin şəkli olan kitabı burada tövsiyə edirik. Çünki bugünkü qonağımız meyxana ustası, ictimai televiziyadan tanıdığımız Kərim abi. Başqa yerə getməyən. Kərim abi, bəli. Çox sağ ol Kərim ki, ictimai televiziyadan sonra məhz bəli, bizim verişimiz. Buradan bura qayıtmalıyam. Bir ictimai TV'də ki, divanı zakaz versən, üstündə Kərimi deyər. Orada sənə xüsusi bir yerim var da. Elə bilirlər, mənə oradan maaşlar verirlər. Hə, gözəldir. Doğrudan tamaşaçılar elə bilirlər ki, sən orada işləyirsən. Ay, yox, heç vaxt orada işləməmişəm. Heç vaxt işləməmişsən. 4 il qabaq olmuşam orada, verilişdə. Bəzi tamaşaçılar bilirlər ki, ictimai televiziyada sənin üçün yer salıblar. Bəs o düzdürmü ki, o TikTokda yayılan videolar özün kəsib paylaşsan? Yox, and Allah. Hə, o şahid. Zarafat edəm. Şahidsən ki, özü kəsib dağılır. Verirsə sonra. Özü şahidsən də, görmüsən ki, mən düzdür. sənin yerdə baxıram paylaşma. Əziz tamaşaçılar, indi isə biz burada kat verəcəyik çünki bir dənə kameramız azdır. Ona görə də keçirik. Veriş günü ilə dala gedir tamaşaçı. İndi mən açıqlamasını verəcəm. Stop verməyə də kamera kadrda dəyişirik. Bəli. Belə bir verilişdir, gözəl bir verilişdir. Su da yoxdur, istidir. Deməli, Mən elə bir ki, əlim yanında çağırmışsınız, sizad da vermişsiniz. yəni sənə kadrımı verən biri idi, gözəl. Fərqi nədir? Məsələ nədir? Məsələ odur ki, biz hər verilişdə qeyd etdiyimiz kimi yenə də sponsorumuz yoxdur. Və biz sponsor yoxdur ki, biz heç olmasa ventilator zad qoyaq bura, burada fırlasın. Bildim mən sponsoru necə gətirəcəm. Hə, belə, bəlkə də. Bir də həccə taparaq. Deməli, əziz tamaşaçılar, əziz qonaqlar, əziz mənim daimi qonağım və mənim yeni qonağım Kərim abi. Sizə yeni bir məlumat vermək istəyirəm, təzə bir xəbər. Ən təzə, təzə, isti bir xəbər. Bu veriliş necə gələcək? Bu veriliş elə bir gələn həftə inşallah gələcək. Amma dünən olub da bu hadisə. Və mən artıq neçə verilişdir ki, burada dediyim. Elə bir ki, indi baxan adamlar üçün 800 gün qabaq olub. Hə, 800 gün qabaq olub. Amma yenə də gündəm sayılır da, gündəm sayılır. Qapı filmi, Qapı filmi mükafat aldı. Kino tənqidçilər çəkib göstərəcək. Bizim deməli həmkarlar çox sağ ol qardaş. Deməli Azərbaycan kino tənqidçilər və kinoşünanslar gildiyası Qapı filmini ən yaxşı ssenari deməli nominasiyasında qalib gördülər. Təşəkkür edirik. Alqışlar. Halal olsun. Bəli, təşəkkür edirik. Və həmçinin Qapı filminin baş rol ifaçısı Nurlan Rüstəmov da ən yaxşı aktyor kimi deməli mükafat aldı. Bu mənim üçün şəxsən sevindirici bir haldır. Çünki ilk debüt filmim idi, deməli kino teatrlarda. Artıq 2 dənə mükafatı var. Bəli. Baxmayanlar da gedib baxa bilərlər. Heç olmasa baxın ki, bu nəyə görə mükafat alıb, ona görə heç olmasa baxın. Təşəkkür edirik, minnətdarıq. Süpersiniz Vüsal bəy. Çox sağ olun. Qapı filminə baxmısınız? 2 dəfə. 2 dəfə? Molodis. Ağır olsun. Birini elə bil ki, bir yerdə bəli, baxmışıq. pakazda baxmışıq, bəli. Çox sağ olun ki, ümumiyyətlə dəstək olursunuz. Yaxşı filmdir, doğrudan da yaxşı filmdir. Hətta orada gərək çəkilərdim mən də. Özümü aktyor kimi orada görürəm. Sən kimsən özünü aktyor kimi hardasa görəsən? Belə adamlar bax, deyəcək mənim həyatımı çəkir. Sən bir dəfə çəkilmisən bizlə, deməli, Bədii Çayxanada. Hə, oradadır. Orada bir qəzəl deyirdin, nəsə. O mən yazmışam da, onun Bəli də, öz qəzəl... Yox, ümumiyyətlə onu da deyəcəkdim ki, o Bədii Çayxananın o bədii hissəsi var ki, söyüş... Kərimin qələmi. Kərimin qələmi. Söyüşləri oradan mən yığışdırmışam. Kərim sağ olsun. Ümumiyyətlə, bir dənə belə indi verişə keçid eləməmişdən qabaq onu soruşum da səndən ki, bu çəkilişdə birinci dəfə idi olurdun, belə yəni, daha doğrusu belə çəkilişdə də, bədii çəkilişdə, buradan çəkək, buradan çəkək, gözdə bir dəfə də denən, o belə filan bəs bir şey. Özüm çəkilməkdə, hə. Amma ona qədər siz başqa şeylər çəkəndə... Hə, görmüşsün, amma özün çəkiləndə necə idi? Məsələn, sənin də əlində mikrofon məclislərdə olursan da, məsələn, verilişlərdə olursan və s.
Bu proses tamam fərqli bir Yüz prosesdir faiz, də. Çünki çox adam elə bilir ki, biraz da belə indi bu işdən anlayışı olmayan. Elə bir ki, elə qoydun kamera, reki vurdun, çəkdin. Yox, mən ona qədər necə bilirdim? Məsələn, iki nəfərin dialoqu elə bilirdim ki, bir dənə bu yanda kamera var, bir dənə bu yanda kamera var. Eyni vaxtda çəkir. Məsələn, bizi bu dəqiqəcə kamera eyni vaxtda. Bu verilişlərdə olur da, amma kəndimə kinoda elə deyilmiş. Əvvəl bunu çəkirmişlər, sonra o birini çəkirmişlər. amma gündəlik seriallarda düz deyir. Akşin mənim bizim operatorumuz düz deyir. Yox, əlim yandı seriallara təbii ki, aiddir. Biz belə şeylərdə ancaq Kurtlar Vadisini misal götürürük. Dünyanın ən möhtəşəm serialı. Gözəl. Bu arada Osman sizə Sınav indi rəhmət eləsin. Osman Sınav sonra Vüsal bəy gəldi. Dünyada rejissorluq sıralaması. Doğrudan mən də bəyənirəm o. Doğrudan mən də ikinciyəm deyəcəydin, hə? İkinci, Osman. onun xalqdır. Araya bəkər. Neçə baxmısan Kurtlar Vadisi'ne? 14 dəfə. Yox ha. Ha. Kurtlar Vadisi. İlk 97 Hə, Kurtlar. O birisini az baxmışam. Məsələn, Kərim elə bir adamdır ki, yuxudan durğuzla ki, məsələn, Karahanın neçənci bölümdə öldü? neçənci bölümdə və yaxud da filan söz var, o hansı bölümdə idi o yeri, məsələn, hansı mahnıdır? qardaşlar, onlar- hansı razı yerində. Şeydir, beləncə adamlar. Onlar da Melika hadisədir biraz. Deməli Kərim, bizim verilişimizin formatını qısaca deyəcəm. Mən xəbər oxuyuram, dünyada baş verən, ölkəmizdə və yaxud da yaxın qonşu ölkələrdə baş verən xəbərləri oxuyuram. Sizin xəbərdən xəbəriniz yoxdur. Mənə maraqlı gələn xəbərləri oxuyuram. Əgər sizə də maraqlı gəlirsə, bir şərh edirsiniz, fikir bildirirsiniz, ümumiyyətlə belə bir hadisənin baş verməsi necə ola bilər və s. Həmişəki kimi də, bu arada onu deyim ki, evimiz burdadır ya. Bəli. Yəni aşmırda. İpotekadır, elə mi? Bəli. Bu hədiyyədir bizə. Hədiyyə göndərib izləyicilərimiz tərəfindən. Qəşəng, Ona görə də sağ olsunlar bir daha. Deməli, başlayıram həmişə kimi uzaqdan, Amerikadan bir dənə xəbərimiz var. Deməli, Amerikada Wisconsin ştatında, bilmirəm, tanımıram, ola bilər elə bir ştat. Wisconsin ştatı. Deməli, nə hadisəsi baş verib? Bir ağır, belə ağır bir hadisə baş verib. Qəza baş verib. Cinayət, belə gəlib tutub millət tökülüb, polislər, FBI zadırır. Bir dənə toyuq yolu bağlayıb. Magistral yolu bağlayıb. Necə? Gəlib dayanıb yolun ortasında, maşınlar da gəliblər, dayanıblar onun dalında. Heç kim getmir. Bu da toyuqla dayanıb orada. Azəncə, ay atam yaxşı, onun yaxşı getsən. Yox, deyirlər, yox, şey demir. İnqibator mən biraz yumurtasından çıxmışam, mən atam aram yoxdur zaten. Polisi zaten çağırıblar. Polis gəlib, orada nə bilim heyvan hüquqları nə, o gəlib. Qəfəsə qoyublar toyuğu, gücbala ilə, ay qurban olum, keçirdək, gedək. Bu bir tərəf keçirdiblər o tərəfə, ondan sonra yol açılıb gəliblər. Polis da açıqlama verib ki, biz indi araşdırma aparırıq ki, toyuq niyə gəlib yolun ortasında deyən. Sən bilsən də biz Lənkəranlıyıq. Bəli. O toyuğun Lənkəranda yolu bağlama ömrü nə qədər ola bilərdi? Allaha and olsun, sən indi bir dənə hadisə danışım. Mənim bir dəfə Krishnaid var. Bu deməli, bildiyin yəni Lənkəranda... Lənkəranda niyə Krishnaid? Lənkəranda niyə Krishnaid var? Bir nəfər budur. Və Lənkəranda ümumiyyətlə Krishnaid bir dinindən, necə deyirlər, bir məzhəbdən... Bəlkə də başqa şey olub, Lənkəranda bilməmişik deyil, ona Krishnaid. Yox, o söhbətin qulaq as. İndi qulaq as ki, gör nədir? Deməli, bu məzhəbdən də xəbər olan Lənkəranda çox az adam var və bir nəfər də elə düz bunun elə bir ki, işinin qabağında maşınla gedəndə, bizdə də Lənkəranda bizə necədir? Şəhərin ortasında inək gedə bilir də, bu üstün. İnək məsələn, Lənkəran şəhərdir. Şəhərin ortasında yox, biraz şəhərin qıraqlarında da, lap belə dosanın ortası ilə də inək Dosanın ortası nə? İnək gedir. Şəhərin ortası qələdir də. Targovu dediyimiz yerdə, yəqin. Bizdə qələdə inək olmur. Dosaf, Domsova skafçı. Nəsə, yolun ortasına inək gedəndə, düz bunun işinin qabağında. Qaqaş siqnalı basıb, saxlayıb ki, inək çəkil də, başını çıxarıb, falan basmışım, bu çıxıb çələ. Görüb ki, inəyə siqnal verir, o uğraş, nəyə siqnal versən, gəlib olsun yolun ortasında. Bu, Krishnaid gəlib oturur. Deyib ki, bu inək burada gezməsə, mən tərpələ. Onlar inəyə belə şey edirlər. Ay, bu deyir ki, inəyə niyə siqnal versən? Lənkəranda niyə Krishnaid var ki? Allah rəhmət etsin, var idi abi. Yəni, bir dənə idi, o da rəhmət Bir edir. dənə rəhmət etdi. Olmasa həmçinin yerin atölyasına qapqaranlıq idi hər yer. Nəsə belə Şamzad bir iki dənə bir yerdə var idi. Mən indi onu soruşacaqdım ki, təsəvvür edin ki, bizdə elə bir hadisə baş verir. Deyirəm ki, Lənkəranda toyuğun ömrü nə qədər idi? Biz Ləvəngiyənik. Mən oradan demək istədim, gəldi girdi Krishnaidlə. Birinci maşını onu götürmüşdür. Birinci maşın yox idi orada. Özdəki maşını təsəvvür edə ki, getməyib. Heç kim də şey deməyib ki, necə yəni, bu məsəl bizdə svetofor qırmızıdan belə güngül istəyir keçsin hələ yaşlılar. 4 saniyə qalmış arxadan siqnal verir, sürür də, niyə tərpənmirsən? Toyuq gəlib yolu bağlayıb heç kim sürmür. O bir də hissə var, biz
piyada keçidindən keçirsən, baxırsan ki, məsələn orada 7 saniyə qalıb da. Mənim hələ 7 saniyəm var. Burdan da ora nə qədərdir? 10 metrə yoldur. Gedirsən belə. Bu piyada xəttidir. Mənim təsbihim olsun piyada xətti. Burada da bir dənə nə bilim nəsə bir dənə əlim yanında prava almış adam dayanıb. Başlayır yavaş-yavaş sürməyə maşını. Yavaş-yavaş sürür. Burada da sən hürkürsən. Burada da sən hürkürsən. And ol Allah o heç yerə tələsmir. Bax o var. Məhz o tələsmir də yəni. Əgər faydalı bir işin dalınca gedirsə, düd. O heç yerə tələsmir. Sponsoranı çəkə bilərsən. Bax sən bir dənə də bizə söhbət var. Məsələn söyüş bipləmir. P***** desin bipləmir. Sponsor götürür bir deyə verir. Hansısa bəs bir də bıraq bipləyir o. Yəni cəmaət televiziyadakı söyüş sürmüşəm. İndi mən nəsə marka adı zad çəksəm, elə biz Kərim də oturub verişdə söyüş sürür. Kimə izah eləmək olar? Sən söyüş sürməsindən 7 marka adı çək özü bipləyir. Hə də. O heç yerə tələsmir də. Bir də bilsən nə var? Gəlirsən məsələn arxadan bir dəfə nə oldu? Bax maşından deyim. Deməli bir dənə taksi ilə yol gedirik. Arxadan bir dənə qaqaş özünü öldürür ki, yol ver mənə. Belə tuneldən gedirik də. Yol ver. Bax ki, buna bir təhərbücür o tıxacın içində yol verdi. Bizi keçdi. Qabağımızda bir dənə bütün rəqəmləri eyni nömrə olan bir dənə çox bahalı maşındır yəni. Adını çəkmir. Maşın da bahalıdır, nömrə də bahalıdır. Bahadır, həm bəlkə nömrə maşının özündən bahalıdır zadına. Bilirəm ki, hər şey eyni idi. Orada da belə xəttlər idi, belə bir dənə maşında dayanıb. Getdi onun arxasında da ona siqnal vermiş. Bizə bayaqdan o assamanda öldürür ha özün ki. Ona ya da bilsən nəyini gəlirsən ötür ki, ala ver də yol ver. Keçəndə də bir dənə əli ilə belə eləyir. Keçir, gəlir qırmızıda dayanır, gəlirsən böyründə dayanırsan. Ki, yəni bura biz eyni çatdıq da sən bəyanı biraz öldürürdün. İndi pis şeydir, pis hərəkətdir də. Ondan danışmaq istəyərəm. Məndə də var o hövsələsizlik. Nə, amma siqnal vermirəm heç kimsə burada. Məsələn, mənim arxamda kimsə siqnal verəndə mən düşüb dava edirəm də. Yəni bildin necə, bildin davada yəni. Ona görə daha maşın sürmürəm. Güya səbəb oldu. Ona görə də mən güya səbəb oldu da, başa düşdüm. Başqa şey, yoxdakı maşını itətib. Tərəqara gətirir, tərəqara. Gətir qapını qoy bura, bitki çörək yeyib. Deməli, əziz dostlar, Amerikadan və birləşdirəcəm Amerika ilə İrlandiyada baş verən bir deməli hadisəni. Çünki oxşar hadisələrdir. Yenə toyuq. Yox, toyuq deyil. Deməli, Monopoly oyunu oynamısınız, Monopoly. Mən təqribən bilirəm necə oynayır. Onun başqa cürəsini oynamışam. Mən çox oynamamışam, bir-iki dəfə olub belə oynayanların ortasında olmuşam, belə ki, başa düşmüşəm. Özüm də başa düşməyə çalışmışam ki, bu nədir? Monopoly pulları var. Deməli, Monopoly pulları, saxta pullar da bir üstündə Monopoly, bığlı kişinin şəkli zadı var belə. Deməli, iki də hadisə baş verir Monopoly pulu ilə bağlı. ABŞ-da, Utah ştatında yerləşən bir şirkətin işçilərinə deməli, əlavə iş saatlarına görə ödəniş olunmalıdır. Bu şirkətin də müdürü götürüb Monopoly pullarını üstünə öz şəklini vurub, işçilərə eləçinə pul verilmiş ki, əlavə iş saatında mən sizə Monopoly pulu verəcəm. İşçilər də gəlib şikayət ediblər. Vergi qaçaqmalı şeyindən gəlib bu vergidən yayınmayla. İbrahim təzə ideyadır. Vergidən yayınmayla bu müdürü boşun veriblər məhkəməyə, orada nə qədərsə cərimə olunub. Həmçinin də deməli, daha doğrusu İspaniyada bu baş verib, İrlandiyalı yeniyetmələr gediblər İspaniyada, Mallorcada deməli 18 yaşlar olub. Bunlar deməli barda yeyib içiblər. 10 gətir, bunu gətir, stolun üstə barmaq basmağa yer yoxsa da ora bura. Axırda da çıxanda Monopoly pullarını ödəmək istəyiblər. Bunlar da tutmasıblar çayır. Orada da indi barda təbii ki biraz yəqin şincidiblər. Nə Monopolya'dır belə? Monopoly adlı. Sən təsəvvür et ki, bu insanlıq hansı yerə gedib çıxır ki, artıq Monopoly pulunu gedib əməli baş pul kimi vermək istəyirlər cəmaətə. Mən sənə deyim o. Monopoly adi bir də oyundur, onun başqa cürəsi var, Katan. Oyundur, necədir? Hə də məsələn zər atırsan, attığın zərə uyğun sənin özünün orada şəhər alırsan, Katanda elədir. Və orada da sənin özünün kartların var. Monopolyada təqribən aşağı-yuxarı elə bir strategiya oyunudur. Bunlar indi onu tapıblar. Azərbaycanda 20 ildə, 30 ildə var. Var. Azərbaycanda kartsız ellər onu. Eləyənlər var. Gedib cəmaət restoranda onunla pul verir. Deyirəm, Azərbaycanda onu kartsız ellər. Oturur, yeyir, içir, dilinə çatar, nə batar, qan düşür. Bunlar elə kartla. Mən sənə deyim, bu bizə nədən irəli gəlir? Bu indi öz yalı mövqeyimi qoyacağam ortaya. Aha, diqqət. Bu şeydən, bu bizə nədir? Bu heç kimi qınamayaq.
Bunun öz seçimi. Bu monopoliya puluna Hə, verməsi. hə, Getsin bəli. bu monopoliya puluna Bəli, versin. bəli, bəli. Bu adam özünü monopoliya şəhərciyində hiss eləyir. Deyən adamlar var, o Hə, hansı ki, podkastda belə danışırlar. Bilirsiniz necədir? İnsani dəyərlər bəzən biz bəşəri məsələlərin önünə keçməyə çalışırıq. Sevdo. Psevdo intellekt. Psevdo məsələdir bu biraz. Evet, deyir ki, mən özümü Eyfel qülləsi kimi hiss eləmək istəyirəm. Bu da deyir ki, hə, Eyfel qülləsidir də bu. Var abi. Belə xalça ilə evlənən var. Xalça ilə evlənən var idi bir dənə. Xalça ilə evlənən qoy qıraq. İndi o düz belə şey o xəbəri seçməmişdim, söhbət açıldı deyim. Deməli bir nəfər hansı ölkədə yadımdan çıxıb, kukla ilə evlənib. Kukla. Nəsibənin kuklası ilə. Yox, bir Nəsibən kukla kozu deyil. gəlməz ona. Və hər ildə bir dəfə nəmi 2 ildən bir zat gedir balaca kuklalar da alır ki, bizim uşaqlarımız olur. Nə bilim yığır ailəsini aparır kinoteatr qoyur. Biletçə də alır. Kişidir. Mən Kuklar da evlənir. Mən burada narahat eləyəm şey nədir? Və məsələn bu kukla ilə evlənən, nə bilim xalça ilə evlənən hərəsinə bir dənə böyrünə bir ideoloji ad tapıb qoyurlar ki, bu nə bilim Nəmizm, nəsə də filan kəsib mizm. Bax, buradan yəqin ki, valideynlərim ola bilər ki, baxsınlar. Mən 25 ildir PlayStation oynayıram, belə bir şeydir. PlayStation-a mən qarşıyam. Uşaq vaxtı mən PlayStation oynadığım üçün. Deyirəm, PlayStation mən niyə reklam edirəm? Hə, o PlayStation məsələn sən PlayStation-da Sən bayaqdan söyüş. Hə, görüm bu necə bir PlayStation. Bax görüm. Bulur eləyir. Mən uşaq vaxtı gəlirdim dərs, özü əlaçı olmuşam. Gəlirdim dərslərimi oxuyurdum. Gələn kimi oxuyurdum, sonra oradan bir 4-5 saat oynayırdım da o mərəti. Hə. Mənə dedilər ki, bu xəstədir. Bunun başı işləmir. Mən Yəni indi deyirəm. adi bir dənə şeyə görə. Bezdirdim mən FIFA-nı sildirdim mən kompüterdən. Adi bir dənə şeyə görə biz xəstə, baş xərab, bu uşaq kompüterin qabağından durmur, nə bilim. Cəmaət xalça ilə evlənir, ona ideoloji tapırlar. Mən o cür oynayırdım Winning Eleven, nə bilim 99, 11, nə bilim nə oynayırdım. Edgar Davidson şəkli vardı. Heyfo ötən çağlarımızda. 161 var idi. 161 təzədir o, Emil Gözəlovla yaşıddır o. 161 təzədir o, 2006, 2007. Kimi, məsələn daşım 2000-lə. Bir Bu qədər yadam söhbətə. Suto, Yəni söhbət o qədər yadam. Kornar kick. Heç başa düşmürəm nədən danışırlar da. Ola bilmir. Haqqan nəyə van əsas? Oyunçular Sən heç oynamamısan? Yox, mən Sən futbol PlayStation 1 oynamamısan? PlayStation 1 Sony-dən söhbət gedirdi. Oynamışam, Carlos gəldi belə. Adı da orada deyildi də. Belə yox idi orada hələ. Belə ştraf vuranda belə gəldi. Yox, elə biləm ayağı ilə belə. Yox, ştraf vuranda qaça-qaça gəldi. Orada elbirik də, basırdı. Özdə ki, mən yadıma gəlir ki, Carlosu atırdıq qabağa biz. Hə, Carlos. Bir dənə də adı nədir onun? 19 oyunçu vardı Afrikadan. Tapırdıq onu 19 qaçırdı. Sonra birdə 19. Bizim məhəllədə Martins. Yox, Abafenko Martins Interdə oynayırdı, onu rahat götürdüm. Bir dənə qaçmağı vardı həmin oyunçunun. Hündürboy oyunçu idi, bir dənə qaça bizim məhəllədə Elminə salamlayıram buradan. Deməli onların evində bir otağı eləmişdilər, həmin o Sony 1 və hamı elə edirdi də. 3-4 dənə televizor qoyurdular. Hə, şey deyirdi də. Hə, bizdə də FM-i vardı, Allah rəhmət eləsin FM-i. Yox, o vaxt şey vardı. Yox, gəldi, nə bilim 250 manat bir nizami, nə bilim nizami demək düz deyirlər. O vaxt ev dilində 500 manat, 1000 manat verirdi. Amma üstündə Nizaminin şəkli var idi. Biz ev dilində köhnə Azərbaycan nominalı. Hə, ev dilində elə. Nominal var, nominal sən. Gedirdik, orada bir dənə maraqlı söhbət olurdu. Deməli, bir də onu da deyəcəm. Deməli, orada hamının otururdu. Oyun başlayır, qızışırsan axı bir 10 dəqiqə, 15 dəqiqə gördün ki, bir dənə mama gəldi. Kimsə ki, o qaçır ya gizlənirdi, ya da gəldi döyə-döyə aparırdı. Dedi, qulağından tutulmuş. Baxanlar çölə. Hə, baxanlar çölə. Çünki həmin dövrdə PlayStation klub işlədənlər, sən necə çox bizdən elə bir adi sıravi insanın 4 dönə yüksək bir insan. Lənkəranda 2000-ci ildə atam gəldi Rusiyadan. PlayStation 1 gətirdi bəlkə. Lənkəranda PlayStation 1 2000-ci il PlayStation 1 bilsən nə deməkdir? PlayStation bir dənə 5 oldu məndə. O dövr üçün üstü açıq maşın sürmək kimi bir şeydir. PlayStation 1 2000-ci il. Tetrisim vardı mən. Sərxan balacadır. Sərxanın elə bir 3 yaşı var. Sərxan avtomatik oynaya bilmir və ya ağlayıb oynamaq istəyəndə bir dənə işləməyən pultu verir. O şəkli görmüsünüz. O evdə bilsən nə qədər onu Sərxana yaşatmışam. Sərxan oturub bölümdə elə bir ki oynayıb saatlarla. Amma əslində oynamırdı. Evdə də o biri dostları da evə çağırıb oynaya bilmirsən. Məcbur uşaqlarla düşürdüm, şeydə oynayırdım. Aşağı məhəllələrdə oynayırdım. Ay Allah, bizim orada nə qırğınlarımız oldu. Mənim əmimgildə də var idi, əmim uşaqlarında da, yəni. Məsələn, o əmim o dedi ki,
düşüb orada oynamaq daha ləzzətlidir də. Yəni mən Yox, orada əslində- evdə var ha. əslində Düşüb orada görmüsünüz o oynayıram. köhnə Futbolda şəkil. işlətmişəm. Ora gələn adam dedi ki, yəni biz çox imkanlı uşaqlar idi. Yəni normal imkanları var idi. Bunlar rahat arasında bir dənə PlayStation alıb ondan qoşuldu. Evet, məndən əksi də. Rahat evlərində PlayStation alıb bir-birlərini qoşulub oynaya biləcək adamlar idi. Prosta deyir ki, yox, buranın kayfı başqadır, bura burada deyir. Qardaş, köhnə şəkilləri görmüsünüz. PlayStation 1 və 2-nin vaxtı şəkilləri var. Salonlar necə oldu? Salonlar Aha, belə quru stullardan ibarətdir. Onlar da tabii Bu yazar. stullar özdə akt zalından götürülən stullar. Hə, belə oturursan, belə Kəsirdilər oynayırsan. onu, necəsə oradan çıxardırdılar. Özdə kabinet anlayışı ümumiyyətlə yoxdur. Yəni Yox, PlayStation qətiyyən. kabinet anlayışı ümumiyyətlə Amma hamı gəlmir. yaxındır bir-birinə. Hə, oturublar məsələn biri yanından keçir, biri o birisinin qabağından keçsin, pauzanı bassan ki, o keçsin burdan Hə, zaldan. hə. Qayıdır, nə bilim, ortada belə Bəzilərində də ev şunurla. niyə dedim, bəzilərində də bir gün tapısqan ayaqqabını çıxarıb evə girir. 100% evə Corabda girir. zat Bizdə qaraj var idi şeydə o Pox anbarının yanında. Oran fikirləşdim heç şey eləməz. Pox anbarından dönsən şeydə biz kiçik baza məscidində də. Mən orada yaşamamışam, mən Qələdə yaşamışam. Bizdə NK-nın yeri idi. NK var idi hər şeydə. NK idi Qələdə. Yenə yad bir söhbət. Bu gün verildi ancaq yer. PlayStation, Lənkəran. söhbət. Ələn bu var ha, ancaq elə bunu Lənkəranlar paylaşacaq. Sən narahat olma. Sən elə sən lazımdır. Ən çox baxılan veriş. Sən baxış Kərim deyib lazımdır. ki, ən çox baxılan veriş bu olacaq. Bəli, bəli. Mən buradan Lənkəran xalqına səslənirəm. Üzümü tuturam, Qələ uşaqlarına. 15-ci dəqiqəsidir verilişin. Sən indi bura kim baxan varsa səslən. Bu yerini kəsib qoyaram Instagram Bəli, story-məndə. Məsələn sən qardaşın başı istəyir. variantlar var. Deməli, əziz dostlar, növbəti xəbərim bu süni intellektlə bağlı ümumiyyətlə proseslər sürətlə inkişaf edir. Bilmirəm istifadə edirmisiniz yox. ChatGPT-ni demirəm. ChatGPT heç elə bil ki, ChatGPT həmişə var idi. Hə, o heç. ChatGPT yaşayır da insanlarla. Hə, süni intellektlə bağlı yəni şey deyirəm, o Özü videolar düzəlir, artıq robotlara süni intellektlər yüklənir ki, onlar insanla danışa bilsinlər və s. Deməli, yenə Amerikada bu hansı ştat idi ona baxım bir dənə. Florida olsun qoy bu səfər. Yox, ştatın adı yazılmayıb, amma Qoy olsun Florida'da. Olsun. Hə, Florida. Sən okeydir sənə? Florida. Alsın bir. Şey, Florida, az danışırıq. Florida okey deyilsə, burasını kəsər. Burasını ötürə bilərsən. Deməli bir müdür sifariş edib ki, ofisdə süni intellektlə işləyən robot olsun ki, daha sürətli, məsələn, hərəkətlər olsun. Məsələn, kağızı aparıb o tərəfə qoyur, bu tərəfə gətirir, üstünə qoyurlar bir şeyləri, bu aparır ofisinə verir. İbrahim təzə ideya. Hə, hə. İşlətmək üçün, arada Hə, işlətmək üçün. Sonra nə baş verir? Deməli, süni intellektlə işləyən robot, indi xəbərdə belə yazılır. Məsələn, Kərimlə gedir, Kərimin yanından keçir, belə Kərim onun sənədləri qoyur ki, aparsın məşin cəmlə. Keçəndə bu Kərim də mənlə söhbət edir, deyir, cəmlə də bildim də, bu çox belə axmaq hərəkət elədi. Robot götürür, onu da dinlə cəmlə. Bizdə bir nəfər var idi belə işləyən. Adam deyil bu. Bildin, adam deyər, indi deyərsən ki, aparasın söhbət edərsən, çəkərsən iki kəlmə. Robotu necə izah edirsən? Robotu necə? Hoşum qırğın qiyamət axırda robotu işdən çıxardılar. Robot indi oturub ofisin qabağında dil boş. Söndürüblər də, indi belə deyək də, işdən çıxartmadı, söndürüblər ki, daha istiyor. Çünki bundan ona söz, ondan buna söz. Yox, bu robotu söndürüncə siz bir-birinizin dayıca danışmayın da, onu düzəlt. Robotdan nə isə. Yox, bomba kimi olub, Muratmazın nəsən, robot gəlsin, robot işləsin. Yox, sən danışma da, robotun yanında söz danışma. Yox, onun yerində bir dənə ağzı bərk oğlan gətirir, orada qoy. Hada, bir 500 dənə manat. Ağzı bəlkə oğlanda sənətinə də aparmır da. Ala niyə aparmır? 70 gətirsin, bir dənə kasıbın birini gətirsin, qoysun 500 manat Ya, Amerikada indi dollar. şey- Yox, indi bir dənə qulaq asın. Bu robot, valla bu işin bu bir tərəfini həll olunmalıdır. Sən robot tərəfindəsən. Deyirəm ki, sən qeybət eləmə də. Yox, heç Yox, olmaz bilmir. robot məclisi üçün meyxanadısın, mən sənə deyim. Deyəməyəcək. İşi alsın alına. Alamayacaq. Ərəblər üçün də belə deyirdin deyəməyəcək. Ərəblər gül kimi. Əruz vəzni, əzbər deyirlər də. Ki, əzbər deyirlər, məsələn. Əzbər deyir. Zaten əruz vəzni onlardan gəlib də. Geri zəkalı. Əruz zaten- vəzni onlardan almışıq. Ala bildin Bu qədər kitab oxuyursan. Deyə bilər də yəni. Ala niyə deyə Tam bilməsin? Brown oxuyursan orada şeydən. Əruz vəzni var ha bizim o dediyimiz. Hə. O onsuz ərəbdən Ala gəlir. mən başa düşürəm Hə də, ərəb. ərəb- Sən ərəb meyxana deyə bilmir. Meyxana demir də, dediyi meyxana deyil. Ala onu var, Amerikalı da deyə bilər. Yəni belə ritm üstündə söz deyə bilər. Adam Amerikalı məsələn, rap O deyil. rap deyir. yox, freestyle elə bildiyin rəməl bəhrində söz deyər. Məsələ onu bədahətən deməkdir. Onu meyxana eləyən hissə bədahətən eləməkdir. Ərəb əruz vəzninin Sən onsuz bunu bizdən sən bu yaxşı. Yenə dili bir yad bilmirsən, olduğum bilmirik söhbət. ki. Yenə daha- Deyirəm sənə. Bədəlsən deyil yoxsa yox. Sənə deyim də hardan bilirəm o bədahətən demir. Birincisi o videoları təkrar ayrı-ayrı görüntülərinə baxmışıq ki, eyni sözlər deyilir. Bu bir. İkincisi, insan övladı
bir saniyənin içində o qədər sürətlə fikirləşə bilmir. Yəni ChatGPT Niyə fikirləşir. Namik Qaraçuxurlu stəkan yeri düşəndə deyir sındırma xərcə salma bu mayısı. Nami Qaraçuxurlu ona qədər 20 ildir meyxana deyir. Sən hardan bizim bu ərəbi tanıyırsan sən? Deyirsən ki, Ay yox da, o bilsən nə edir? Yox, Namik 20 ildir deyir, qardaşım. 3 ildir Yox, başlayır. Namiqdə elə deyil də, Namiq bəndi qurub. O situasiya yaranır, onu uyğunlaşdırırlar, bilsən nə edir? Bu deyir, o deyəndən sonra o ara vermədən ona təkrar bu uzunluğunda Allah bənd rəhmət deyir. eləsin, Məşəd baba da belə deyər. Ümumiyyətlə qardaşlar. Hə, gözə çat şeylə, süni intellektlə bağlı, meyxana ilə bağlı sənə bir dənə şey deyim. Deməli bir dənə meyxana deyən dostumuz var, adını çəkmirəm. ChatGPT yazır. Ona başladı bilirəm süni ki- intellekt barəsində danışmağa. Doğru da mən. Ki, bəs süni intellekt özünü inkişaf elətdirə bilir və bu gələcəkdə elə ola bilər ki, məsələn, informasiyanı alıb mənimsəyə bilər, özü gəlişdirə bilər. Yəni bu bizim artıq bilməyəcəyimiz bir şeyə çevrilir də. Bəli. Əvvəl məsələn 10 il bundan qabaq süni Təxmin eləyə bilməyəcəyimiz bir şey. yerə gedib çıxa bilər. Süni intellekt yəni özünü məsələn şarj eləyə bilsə, nəsə eləyə bilsə, Dünyanı ələ keçirdə bilər. insanla bir əks mövqelərə düşə bilər. Konflikti başlayır. Yəni qayıtdı ki, yaxı mən onu tokdan çıxardaram. Yəni, orada bir başqa sözlər də demişdim. Dedim ki, ya tokdan çıxardaram nədir? Mən bir yarım saat danışdım buna ki, bəs bu belə də izah eləməyə çalışdım ki, bu necə bir alqoritmlə işləyir. Ola bilər ki, bizim kontrolümüzdən çıxsın, hansı əsaslarla niyə Deyək, görə. söz Qayıtdı ki, çatdırır. necə yəni mən onu tokdan çıxardaram. Dedim ki, heç nə də yəni. Mənim Su elə tökərəm üstünə. Doğrudan su tökərsə üstə bizə də. Amma o su tökərəm əla. Yəqin ki, süni intellekt baxırsansa burdan bil ki, mən sənin tərəfində olmuşam. Mən də. Hamınız qorxursunuz. Bir dənə bu Düzdür, ChatGPT-ni söyür hər gün. ChatGPT-ni söyür. Hə, hətta ad da qoyub ona, deməyəcəm bu dəfə. Mən deyirəm. O da buna yazır ki, bəli, mən oyam. Sənə də salamlayıram. Bilirsən necə olacaq? Bir dənə təsəvvür elə, filmlərdəki kimi. Sən rejissorsan, sən də hər yer belənsə dağılıb, uçulub, robotlar filanlar. Cəmili də belənsə asıb tutublar. Biz belə insan kimi dayanmışıq belə Baxırıq baxırıq ki, örnək olsun bu da. Cəmili səni tikə para eləyəcəklər. Beşiktaş komandası 100 ildir var, düzdür? 100 ildir var. Beşiktaş haqqında nəyi Bağlamadı. səhv Və mən də Nə, buyur. Beşiktaş haqqında nəyi səhv Qulaq as. Və mən də Beşiktaş haqqında çox bilgili bir adamım da, özümə görə çox bilgiliyəm. Deyirəm ki, Beşiktaşdan mənə quiz elə. 5 dənə sual ver. 5 dənə sual ver. Görün Beşiktaş haqqında nə şeydir. Deyir ki, Beşiktaşın məsələn üstündə şeydən Hasan Aratdan sonraki başqanı kim olub? Ya şeydir, Hüseyn Yücə, Sərdar Adalı, nə bilim 3-4 dənə də başqa adam. Yazıram ki, bəs Hüseyn Yücə variantını seçirəm orada. Qadi dedi ki, yox bu variant səhvdir, Sərdar Adalı. Deyirəm, gicin balası gic. Bu Hüseyn Yücə gəldi, bu 3 ayda bu pok qoydu klubun içinə, bu sonra getdi də, bu belə şey olmaz. Deyir ki, hə, düz deyirsiniz. Burada bir dənə məsələ var ki, yəqin ki, Beşiktaşdan ChatGPT də baş atmır. Söhbət sən nə deyir? Bu bilmir. Yaz bilmir, Qalatasaray bilmir, 25-ci bilmir, çempionluğun 5 ulduzun versin sənə də bunlarda. Bilmir, Nəysə, biz bilmədiyini bu barədə şeyləmir. danışmayaq. Çox Qəbul ChatGPT edirəm. mənə danışdı, sənin dedi ki, cibin. bağlayırlar. Deməli, əziz Mən dostlar, çörəyə bir bayılıram. maraqlı bir hadisəni də deyim. İspaniya kraliçası. Gəlmir Azərbaycana da bu bayaqdan. Xəbərin var da. Azərbaycandan bu gün xəbər yoxdur. Bu xəbər var idi Azərbaycandan. Da bu boyda mükafat tutmuşuq da. Bundan artıq nə xəbər? Ən O böyüyündə. tək Azərbaycan xəbəri də elə dünyavi xəbərdir. Bəli. İspaniya kraliçası deməli gedib bir dənə moda təqdimatına. Çox maraqlı. Fəxriyə Xəlafova çox maraqlı bir hadisə baş verib. Düz yanında oturan qadın eyni paltarı geyinib İspaniya kraliçası. Bu da qadınlarda lap belə şeydir. Bizdə olar da deyəndə eyni paltar geyinmişdik. Eyni paltarı geyindi, getdi şeyə. Biz şəkil paylaşırıq ki, ona eyni geyinmiş. Nəsə biraz gülüşlə qarşılayıblar, biraz şəkil zad çəkdiriblər. Amma sözsüz ki, indi o birisi qadından hələ ki Diktatorda səhnə var, qucaqlı. belə. Çox güman gəlib bir şey olub da. İndi düzdür, onu paylaşdılar, şəkillərini zaten paylaşdılar ki, kraliçə ilə də o da gülüşlə qarşıladı ki, ola bilər. İndi ona deyəcəkdim ki, bəlkə də bilmək olmur axırda o qadın çıxandan sonra nə olub, nə olub. İspaniya kraliçası sarayına qayıdandan sonra deyib ki, o modelyeri çağırır bura. Bax köp olub. Mən dedim bu dünyada bir dənədir. Bunu sən kim deyir? Sən baba o arvalarda gəlmişdi. O məlum olub ki, Mən ona sədrəydən polka deyərəm. Getsin alsın oradan. Ki orada heç şey yox. Mümkündür ki, İspaniyada kimsə gəlsin oradan ikinci alsın. 100%. Gəl sədrəydən al. Həm heç vaxt heç kim bilməyəcək ki, sən bunu hardan almısan. Özdə ki, bu
Avropada, həm dünyadakı modalarda belə şey var. Bizim adi bildiyimiz şeyləri onlar bilirsən 10 min zada geyinir. O bir dənə İran zəmbilləri var deyə. Ondan başladılar satmağa 200 dollara zada. Lənkəranda 4 Məmmədə satırdılar onu şeydə bazarda. Hə, İran zəmbili idi belə. Başladılar ondan Bir dənə satmağa. də kreditkalı Ölənlərdi. Sonra ondan paltar tikdilər. Qaldıq ki, Eyni zəmbil. Yox, bax kreditkalı olan var idi. Bir dənə də bazar zəmbili başqa cür idi. Bax belənçi bir formada idi bazar zəmbili. Onun nəsə ağacdan toxuyurlar. Ayıqı şey demirsən, qamışdan demirsən. Qamışdan. Ayıqı bizdə həsirdən. Həsirdən toxunur. Hə, o bizdə də adi bir şey. deyir həsirdir, bir də Məmməd. Yox, bunlar onu bilirsən beləsə saytda qoyur. Bunu belə girib ayaqqabı zad alır, oradan görmüşəm. Bəli. 16 manatlıq Kolumbiyadan 16 manatlıq ayaqqabını 130 dollara belli. Zəhləm gedir. 16 manatlıq ayaqqabını belli. 130 dollara endirimdədir. Ay bir yanıb tökülürəm. Amma sən bir dənə köynəyin vardı, üstündə belə Azərbaycan bayrağı. Az üstündə dördü, burasındaydı Azərbaycan. Onun yerində məndən. Hə? O niyə yerində mən? O almışam mən Hacı Validdən. Hacı Valid Killerman. Gözləyin, əziz tamaşaçılar. Yəni buna yorum yazın. Hələ Allah'ın Necə alladılar? Şeytanım necə alladılar? Hələ Adidas yoxdur. Gidin bir qəpitədir. Sən də nə deyir? Adidas kimə reklam verib? Azərbaycanda sənə də Mənə versin, mən adını çəkəcəm. Adidas bilmir etmir. Ay kişi, mən bunu tanımır heç. Mən dütdüyürəm mən. Dütdüyürəm. O dili telefon söyüşmüşük burada. Ay kişi, ayaqqabı da sən Lənkəranda gəlib ayaqqabı al. Bura veriliş deyə çərir. Müdür zəng vursan İbiş. Bəs mən bunlar mənə zənət eliblər. Verişdə İbiş nətərsən qaqamla. Mən tenis Sualdır. Hə, bir dənə qaymağı çəkirik, gəlirik müəllim. Növbəti verişdən qonağı İbrahim Eydər olacaq. Burada söz ver ona. Düt qoyarsan. Hə, deməli, gəlib ayaqqabı dərzindən. Karahanlının şəkli. Ayaqqabını dərzidən alırdılar da. Ayaqqabı tikəndən alırdılar. Gəlib də tamam. Biz hansı söhbətdən gəldik bu ayaqqabıya çıxdıq? Sən dündə Yox, ondan qabaq sən olsa hansı söhbət onda ayaqqabı söhbətindən. Zəhləm gedir sənin ayaqqabı almağından sən. Özü mən arada məsləhət görürəm. Özü itin günündə bir dənə ayaqqabıdır, qaradır, bir dənə ağ kantı var böyründən belli. Kərim, endirmə düşüb 97 dollar. 97 dollara endirim deyir. Nambiyada. Gəlmədin də bu tərəfə. Yox. Nambiyada Alman iş adamını şir parçalayıb. Bu biraz bədbəxt hadisədir. Amma maraqlı tərəfi bir dənə onda odur ki, deməli çadırdan çıxıb səhər-səhər şir də düşüb üstünə parçalayıb. Sadəcə bir dənə maraqlı tərəfi odur ki, Kebbel adında bir Alman iş adamıdır. Özü Offroad Center'da deməli adlı Safari avadanlıqları şirkətinin sahibidir və həmçinin bölgədəki şirlərin qorunmasına maliyyə dəstəyi verən tanınmış iş adamıdır. Bir dənə bu şeydir ki, saxla. Mən onu deyəcəyim ki, nəsə. Osta xanım var. Mənə bax. Gələn verişdir bizi. Və yaxud da çörəyi ver yetimə. O mənə bax. Bəli. Belə bir maraqlı hadisə baş verir, amma düzdür, bədbəxt hadisədir. Özü də şir bürcü olsaydı lap. Hə, o bilmirəm. Sən bax da haçanda oldu, avqustda düşdü. Şiri niyə maliyyələşdirsən axı? Necə şir? Bu təbiətdə maliyyələşdirdi onu. Məsələn, biz nə olur ki? Qorunması üçün də. Şiri maliyyələşdirməyə söz, mənim haqqımda sözsən, şiri maliyyələşdirməyə söz demirsən, 30 dollar. O da bir təbiətin hissəsidir də. Amma bir dənə də xəbərdə sən özün maliyyələşdirsən. Xəbərdə də bir dənə də hissə var idi, o mənim xoşuma gəlmədi. Sonradan o özü ana şir olub da, o hücum edən ana şir olub. Orada ehtimal olunur ki, sadəcə ana şir övladlarını qorumaq üçün. Kafe adına oxşuyur. Hə, ana şir. Ana şirim kafesi. Ehtimal olunur ki, övladlarını qorumaq üçün yəni hücum edib və belə bir hadisə baş verib. Mən günah həmişədir öləndə olur axı, bəlkə nəsə eləyib. Ola belə çadırdan çıxıb qorxublar, nəsə belə. Bu faciəvi xəbəri niyə verdin? Danışa da bilmirik haqqında. Yox, xəbərin də o tərəfi maraqlı tərəfi o ki, şirlərə maliyyə ayıran bir adam idi də, yəni. Kenguri. Belə əziz dostlar, nə oldu indi bu xəbər haqqında müzakirə eləməyək. Bilmədik ki, sən ən faciəvi yeri nədir düzün? Ən faciəvi mənə faciəvi pul göndərib gəlməyib deyirsən. Həm o kişinin belə olmağıdır, söhbət ona getmir. Həm də ki, sonra da bu ana şiri aparıb öldürüblər. Onu niyə öldürdün? Onu niyə öldürsə? Şirin yetimin ikinci deyər. Fuad zəng vurur. Fuad verilişdəyəm. Gəl bana da cavab ver. İstəyirəm. Ay qovum, necəsən?
necəsən qoyum, Vüsal deyə. Bir dənə qaymağı çəkirəm verilişi. Yenə verilişdə yenə danışıram Salam, sən. salam. Hə, mən saat 4-də ofisdə Birazdan yığıram sən. Tamam, gələrsən. Allah canım. Yaxşı, yığıram sən. İyi qardaşım. Gəlin telefondan mən niyə cavab? Bu da səs atır burada verilişdə. Belə şey yox. Yenə də sizə Karahandan bir də göstərim ki, Xumarı yalnız oynatan Yemək qazanır. demişkən, keçək növbəti rubrikamıza və bunu da inşallah verilişi yavaş-yavaş sonlandıracağıq. Ana şiri öldürmədə heyf Hə, olmam. ona bir dənə Çox mənasız bir şeydir. Bu Yəni təbiətin bunun instinkti odur da. Bəli. Nə demək istəyirsən? Bunu hərəkətdə eləmisən, ay şiş. Nambiyalılara buradan Nambiya bələdiyyəsinə, Nambiya həmin o safariyə. Nə Ey demək? Nambiya Qurtardı bələdiyyəsi. da Nambiyaya getmək. Mən bir də gəlməyəcəm Nambiyaya. Siz Namibiyada idi ora. Yox, Nambiya başqadır, Namibiya başqadır. Bu nədir? Bu ölkələr tez-tez çıxıb hərəsinin adının qabağına bir dənə əlavə hərf qoyurlar, başqa ölkə olur. Nəsə? Yerindən duran bir dənə özünə ölkə qurur. Nambiya sözün yoxsa keçim hapistə. Dedim sözümü mən. Getmir ya bundan sonra. Ola özə baş öşdülər hə. Mənim qəbrim üstə gəlməyəsin. Yox, elə yox. Don Lənkəranlar kimindən də. Ölsəm ölümə gəlir. Ölümə, dirin dirivə. Sən onu bilməzsən. Dirivə. Yəni ki, toyuğa xeyir işə də gəlməyəcəm. Yasıva da gəlməyəcəm. Hə, onda biz bu verilişi Lənkərana həsr edirik. Bəli, bilir. Bütün verilişlər Lənkərana həsr olunmalıdır ümumiyyətlə. Dünya iki Az yerə danışasan. bölünür. Lənkəran və başqa yerlər. Görürsüz? Mən bir Şovinist dənə yoruldu. Və bir dənə söz deyim bu verilişin qısaca. Amma buranı xahiş edirəm qısa keçək də. Lənkəranlar Mesut Fərid də burdadır. İndi çox danışır. 3 nəfər. Hamı Lənkərandır. Lənkəranlar, iminlə Lənkəranlar. Məhz. Lənkəranlar. Elə bil ki, daha çox şovinistlər, nəinki digər yerlərdə. Qardaşım, Azərbaycanda bütün rayonlarda, bütün kəndlərdə belə söz var. Bura filan yerdir, ağlın başqa yerə getməsin. Hamı özü haqqında fikirləşir. Yox, elə bil ki, Lənkəranlar bir tık daha belə. Yox, biz sadəcə etiraf edirik, onlar etiraf eləmir. Bizim aramızda belə xüsusi fərq var. Bir də bizim mətbəximiz yaxşıdır. Deyir, Kərim ki, top 5-dir dünyada. Bəli, qardaşım, bu ciddi deyirəm sənə. Talış Yox, belə bir mətbəxi, məlumat. talış mətbəxi Top beş ola bilər. şeydə bir Yox, dənə elə olmuyor. Qardaşım, Bir dənə gözlə, bir olsun. Bir dəqiqə Mən də dinlə. sevirəm. Ay kişi, bir dəqiqə dinlə. Lap bura link atarım, şəkil atarım. Şey keçirilib, adı nədir onun? Nə bilim, nə mətbəxlər kulturalizm, nə bilim, nə şey keçirilib. Ataram sənə. 94 plov növü var Lənkəran. Yox. Vallah yox. Cəllabadda. Vallah şəkli var. Vallah görmüşəm. Özü də onun Abi. broşuraları zadı çıxmışdı o vaxt 2017-də falan. Gör nə deyirəm, Allah buzor, mən də sevinərəm. Qardaşım, Lənkəran mətbəxinin Sadəcə sevirəm, dadır. plovla bax, sadəcə Plov plovun sevdiyim fərqli plov Ən növü ilə. sevdiyim, Mən elə eləmin Lənkəranları qaldırmışdı bizə başlasan olmağına. Sən məndən nə istəsən axı? Sən ona paddeşka versən. Mən deyirəm ki, mənə paddeşka ver. Şeydə sadəcə plovla burdan biz hardayıq hal-hazırda? Nambiyaya qədər. Nambiyaya qədər gedərik də. Sən nə qədər plov növü var? Plovla hər şey eləyirik biz. İşıqzat çəkirik evlərə o plovla. Lazıyam da, mən nə deyirəm? Hətta yəni 130 plov növü var, 94-ü bizim mətbəxə düşür. Gözəldir, bax plovdan Ağzından keçir. danışır. Heç Allah'ın olsun ağzıma gələn danışmıram. Quran haqqı 130 ağzıma. plov növü var, 130 plov növü var, 94-ü. Bir dənə nar plov zad da bizdə yoxdur. Qalan hər şey var. Hindistanda zətdə də var axı plov. Çində, Hindistanda. Sən Lənkəranda turist həyatı yaşamısan. Hə, mən lərgə plov canavardır. Gör nə qədər Amma plov. paxla plov yemirəm. Mən də yemirəm paxla plov. Zəhərləmişəm uşaq vaxtı onu bir dəfə yeyib. Aman Paxla plov nə deyil? Paxla plov. Lobya olur. Lobya olur. Paxla plov. O yaşıl paxlalardan söhbət, yaşıl. Yaşıl paxla. Bildim yaşıl da belə. Hə. Paxla da bizdə. Ana boranı plov var bir də, boranı plov. Ayrı bir ölkədir. Boran plov var. Boran plov bizdə hər həftə bişir. Hə də ayrı bir ölkə. Heç kim yoxdur, amma hər həftə bişir. Necə sən həm tərəfin Lənkəranı deyil? Yox, mənim Lənkərana gəlmişdin, gəlməmişdin. Masallı. Mənim nənəmgilin məhəlləsinə getmişdin, Gəlmişəm, gəlməmişdin. gəlmişəm. Bir tərəfin Lənkərandı, Lənkərandı. Orada teres, Qardaşım, az fərq eləyir. Ona görə bilirlər də boran plov. Yox, mən anam bişirir. Anam Bakıda. Alan da bizdə də düşbərə bişirirlər də, yəni amma düşbərə Lənkəranın deyil də, bu Bakı mətbəxindir. Nəysə, dostlar, elə o minvalla keçid edirəm rubrikamıza ki, Kərim abi, biz hər gələn qonağa sual veririk. Qatıqla qızartma kartof necə gedir? Qatıqla qızartma kartof necə gedir? Hə. Mən buradan Balaliyə üz tutmaq istəyirəm. Aha. Növbəti qonağa bağ elə. Çünki o yaxşı İbrahim bilir Eydər ki, də ola bilər. akroşka necə olur? Birinci deyir süd olur, sonra qatıq olur, sonra su qatırsan. O işləri o yaxşı bilər. Mən heç vaxt qatıqla kartof yeməmişəm. Qızartma evdə qızartma kartof. Şey qatıq yeməmsən, hə? Yox, yeməmişəm də yəni. Kartof qızartması yemişəm. Və bizim bu komandada ancaq onu sevənlər oturur. Bir dəfə yoxla. Yeməmişəm, mən demirəm axı pisdir. Yox, bir dəfə yoxla da. Yoxla. Adam var, keçən də
adını çəkməyəcəyim o məşhur aktyor Talih Üzbəyev gəlmişdi. İp qoyarsınız. Görə deyirəm deyir ki, Yox, niyə yoxlamaq olar. Mən hətta sizə bir dənə də məsələn amma Fıdı da çox bəyənib də. Fıdı dedi ki, bax. kartofa Amma dair mən sizə bir burada tüyo da bizim- verə bilərəm. Burada bizim də ayrışdığımız nokta var. Qardaşım mən. Ayrışdığımız nokta. Gözəl. Nə deyib bu? Nə deyib? Üst-üstə düşməyi, fikirlərin üstə düşmədiyi yer. Üst-üstə düşmədiyi yer. Yer var. Orada mən amma deyirəm ki, qatığı kartof qızartmışı ayrı, qatıq ayrı. o onda Belə- olmur bax, axı görsən, kartof Möhtəfə qızartması ilə domates qatıq. Düzdür? Məsələn, sən deyirsən ki, kartof qızartması ilə qatıq Sən necə? üçün onu belə qarışdırıb yemək. Üstünə tökürsən, bəli, qatıqla bir yerdə yeyirsən. Bu deyir ki, kartof qızartması ayrı, qatıq ayrı. Onda da o eyni şey olmadı ki, ona qalsın doğğanı da ayrı. Kartof qızarmışın ayrı. Düzdür, bir sən 15 niyə? dəqiqə sonra qatıq. Düzdür, bir sən niyə? Bax, 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 qəndlə bura çay bax. içmək ayrıdır, şirin çay ayrıdır. Bəli. Yox. Bəli. yox, bax, Qardaşım sən belə peçat cavab Yox, verib yox, bax. yox. Məsələn, sən Orada- burada qutarıb veririk. Orada yox. Yox, ona razı deyirəm. Bax, Kəsər amma burada verir. kartof qızartmasının atdın ağzına qatıq Ya, da Yox, bir dənə eşitsən. Vallahi bırak, onu qarışdırma hocam. Mən də sizə bir dənə kartofla Ət bağlı nə yeməyi deyə bilərəm. olmasa qatığı qarışdırma. Mənim bir dənə dostum deyib bunu Badımcanlı da mənə, ola bilər, it sırdaqda. ilində. Birinci Sırdaq və deyəndə qarışdırırsan. gözlə gör sən nədir? Sırdaq. Sırdaq məsələn. Ha, gözlə gör, sən nə deyirəm, sırdaq mazalar. Sırdaq, var, Lənkəranlar var. Gəlsinlər rəydə təsdiqləyəcəklər sözümü. Sırdaq, İynə deyir. tuş kabab, süddaş. Süddə aşırı. Ləvəngi 4-cü, 3-cü yerdə gəlir əslində Lənkəranda. Ləvəngi Ləvəngi mən üçün bildi. sən üçün birdir. Normalda Ləvəngi nə qədər bir bezmişik Ləvəngidən. Qulaq as. Bax sizə kartofla bağlı bir tüyo verim. Deməli, dostum mənə bir dəfə dedi ki, bəs çipsini xiyarla ye. And ol Allaha ciddi deyirəm. Mən dedim ki, sən başın xarabdır. Svejik xiyar. Hə, sən başın xarabdır. Dedi, valla sən bilmirsən də o necə daddır. Nəsə elə bir ki, bu deyə bunu yoxlamaq Nəsib qərarına gəlir. pendir acılı. Adı bildiyimizdə indi adını çəkəcəksən bir Yox. qoyacaqsan. Yəni pendirli, acılı, ya onu demək istəyirəm. Yox, adi klassik. Klassik, Klassik, pendirli. yəni. Klassik ən məşhuru hansıdır, ən məşhuru? Əlində tutur. Ala ala bing sən cibin. Bengəs yox. Bengals. Spot tutdamay dolaq. Bengals yox. Nə dedin sən? Hə, o belə kişi var bir dənə üstündə. Hə. Monopoldakı kişi Hə, həm qulaq as. oğludur, həm oğludur. Dedim mən sənin başın xarabdır, belə şey olar. Nəsə yoxladıq. Çox dadlıymış. Doğrudan Hə, deyirsən. bax sizin bu dediyiniz o qatıqla kartof Amma necə ev mənə sayağı, ev sayağı. necə mənə qəribə gəldi amma niyə mən razılaşdım? Çünki bir dəfə də bu oxşar hadisə olub. Orada da iştirak edən oyunçulardan biri kartof olduğu üçün və nəticənin möhtəşəm olduğu üçün kartofu bu qədər səlis Azərbaycanca izah eləmək də ayrı şeydir. Nəticənin də möhtəşəm olduğu üçün mən sizin sözünüzə şübhə duymuram və O bir dəfə Gədəbəyi qonaq çağırmaq lazımdır, Gədəbəyi. Ondan soruşmaq lazımdır. Ancaq kartofdan danışmalısan onda. Yox, ümumən o sualı ona vermək lazımdır ki, necə gedir qatıqdan qızartma kartof. Niyə özün yoxla da gedir. Mən bilirəm də, mən onu sevirəm. Demək yaxşı gedir də. Mən indi adam var bəyənmir. Nəysə dostlar, Amma yenə sırdaq yekdir yəni. yazın, siz də fikirlərinizi yazın. Bir də yazın ki, növbəti verişdə qonağı kimi görmək istərsiniz. İbrahim Eydər. İbrahim Eydər mən də Yazırlar, bir istəyirəm. neçə İbrahim- adamlar Balalı. yazıb, bir neçə adamlar yazıb. Balalı da olar ha, balalı mən bir... Balalı, bir- gəl də bu verilişə. 2 dəfə. Gəl bu verişə, bu uşaqlar çox maraqlı mənim dostlarımdılar. Bura gəl. Xahiş edirəm. Kərim bir də xahiş edirəm, ağa bir zəy də dedəsən. Belə şey var. Ağamızda bizim dayımızdır, ustadımızdır. Bu arada Gələr, gəl. Qapı filmi. Bu arada əziz dostlar, Qapı filmi hələ də kinoteatrlardadır. Hələ də gəlib izləmək şansınız var ki, biləsiniz ki, bu Qapı filmi mükafatı niyə alıb, nəyə görə ən yaxşı ssenarini alıb, nəyə görə ən yaxşı aktyor müsabiqəsində Nurlan Rüstəmov qalib olub. Təbii ki, biz nominantlarda ən yaxşı rejissor və ən yaxşı film nominasiyasında da var idik. Çox üzr istəyirəm. Hə, buyur. Sadəcə onu demək istəyirəm ki, bu cür müsabiqələrin olması çox təqdirə layiqdir ki, gələcəkdə kimlər, fərqi yoxdur, mən olmasam, başqa insanlarda da, yəni filmlər çəkiləndə artıq düşünüləcək ki, mən də o nominasiyaya nəsə edeyim, mən də düşüm ora, mən də yaxşı ssenari yazım, mən də yaxşı oynayım, mən də nə bilim yaxşı çəkeyim. İnkişafa təkan. Bəli, bu dünyavi bir müsabiqə deyil. Heç olmasa daxildə olmağı belə yaxşıdır ki, biz özümüz öz aramızda da olsa, nəsə bir təkan veririk, cəmi demişkən. O gün olsun sənə Cannes festivalında görə. Çox sağ ol, qardaş, çox Kino sağ ol. festivalında. Çox sağ ol. Son söz bitiririk verdik. Buyurun, son sözlər. Son söz onu mən demək istəyirəm ki, şəhərimizin verişi televizorda var. Sən nə Amma biz opş plan verəmirik. Opş planı təzədən çıxarıq da bir dənə. Nə istəyirəm buyurum gedik. Hə, əslində belə idi. Ayda Xəzər Lənkəran videolarını qoyardıq, gedərdi.
Gözdə optik planı çıxar bir dənə, əziz tamaşaçılar, biraz səbirli olun. Hər savaşa çıxar, biraz Buna səbirli pustor ol. üsulla çəkilir. Montaja bura kat eləmək istəmir. Böyrü çəkilir, başqa yeri çəkir indi bax. Ha, bu da... Montaja qardaş. Mən hara Montajör gəlmişəm? qardaşdan xahiş edirəm. Yox, burada deməli nədir? Televizorda, okey, verərik də, sona qədər bir Xəzər Lənkəranın videoları xahiş edirəm orada. verərik Xəzər Lənkəranın Görürsünüz. Neftçi ilə oyununu verərik. 4 dənə vurdum nəfsi. Ciyə, kubok gəldi Lənkərana. İndi Bizi bizi- bağlılar, hə? Bəli. Gözəl istərəmi, gözəl istərəmi. Xahiş edirəm. Amma Xəzər Lənkəran mahkum ağlayıb. Amma Xəzər Lənkəran yeganə komandadır ki, özü olmasa da azarkeşi var. Bəli. Olmayan Xəzər Beşiktaş Lənkəranın olacaq. azarkeşi daha çoxdur. Nəinki sənin azarkeşlik elədiyin komanda. Yox, hala da. Stadionlardan da göstərə bilərsən. Ya. Dəstəkçisi başqa şeydir, azarkeşi başqa şeydir. Onu dəstək... Yazın, Evdə Neftçi, oturmuşam mən falan Xəzər komandaya Lənkəran. balet eləmə olmur azarkeş. O sadəcə o komanda Bura bir dənə müsahidə azarkeş stadionda olur. Neftçi yoxsa Xəzər Lənkəran kommentlərdə yazarsınız. Bir şey var. Əlbəttə ki, Bakının əhalisi bir 3 milyon, 4 milyon olduğuna görə... Yox, abi mən Bakı daha Neftçi azarkeşi olmağıma baxmayaraq. Amma stadion doldurmaq söhbətinə... Yox, mən Xəzər Lənkəranın oyununa hamısına baxmışam demək olar ki və zövq alaraq baxmışam da. Yəni istər Bakıdakı oyunlara, istər Lənkərandakı oyunlara. Düzdür, getməmişəm stadionda baxmağa. Həm belə Kino çəkilişlərində olub vaxtı. yox, yəni Lənkəranda gəlib futbola baxmamışam da. O tipli azarkeşlərin dönəmdə Neftçi ilə məsələn bir Heç yerdə olmasa gedib. bir dəfə onu Çox istəyərdim amma, çox Keşke istəyərdim. bir Məsələn dəfə indi olaydı. Turan Tovuz da oynayır, məsələn baxıram, ləzzət eləyir. Azarkeşlər gəlir. Neftçi o vaxt Türkiyədən futbolçular gətirmişdi, bir-iki dənə. Suat Usta və belə oyunçular gətirmişdi. O vaxt biz hansı dövrdür? Böyle bip qoyarsan, K750, Sony Ericsson falan vaxt. Sony Ericsson yoxdur yoxdur da, Hə. yoxdur. Onların özləri Sony'yə ayrı bir qoy, Ericsson'a ayrı bir qoy. Onlar Ericsson gəldi yazma. Lənkəranda oynadılar. Bilirsən hansı oyun 2-0 udmuşuq həmin oyunu. Çıxdılar beləncə stadiona, baxdılar ki, oyunun başlamağına 2 saat qalıb Abramovich hələ. idi. Bakıda da görməyiblər elə şey. 2 saat qalıb beləncə qayıtdı biri. Türk futbolçulardan biri qayıtdı. Özü ilə belə əl kamerası götürdü, başladı çəkməyə ki, ay Allah, Azərbaycanda azarkeş. Çünki o Tofiq Bəhramov da oynayırdı o vaxt Həm Neftçi. Tofiq Bəhramov böyük deyil. 30 min 1000 nəfər Yox, azarkeş. mən əslində biz deyirik böyük o boyda azarkeş. Əslində Neftçi elə bir klubdur ki, onun 30 min azarkeşi olmalıdır. Niyə? Bax Neftçi və Xəzər orada- Lənkəran oyunları Tofiq Bəhramovda 28 min azarkeş oldu. Ona razıyam da hər oyun olur. Məsələn Qalatasaray oynayır, məsələn atıram Gazianteplə, nə bilim. Orada bir dənə başqa Qaragümrüklə. məsələ var da. Yenə də olur da Qalatasarayda sabah. o kombinə biletləri 30 milyon satılır. azarkeş Məsələn var. orada kombinə bilet satılır. Həm İstanbul böyük şəhərdir, həm Turistlər də adamların gəlir şey orada, var. turistlər də gəlir. Futbol orada biraz tamam başqa səviyyədədir. Həm də kombinə bilet var. Məsələn o 50 minlik stadion 15 mini daimi azarkeşdir. Ay, Daimidir, onun yeri orada olsun daimidir. kombinədə. Olsun bizdə də yoxdur axı o daimi azarkeş 15 min adam ki, getsin, alsın, otursun, Lənkəranda Neftçi bir bütün sənə- oyunu. Kombinə bilet Lənkəranda çıxartmışlar Lənkəranda, yadıma gəlir. Kombinə yadıma gəlmir. O şey VIP zona VIP vardı. zona, Onun hə. sağ soluna Hə. kombinə biletlər çıxartmışlar. Olsun, okey. olsun da şeydir. Bir dənə prosta bunu deyim, Lənkəranda Çox məsələn opsiya yer var deyil. idi. Kərimdə də fokus. Hə, Lənkəranda bir dənə məsələn üçün stadionu bölmüşdülər. Məsələn üçün biz qapının arxası Stamordov sektor idi. Orada Stamordov əhalisi, o kənddə Şəhərdə Stamordov. orada otururdu. Orada gəlib otururdu. Bu tərəf məsələn üçün Fırtınandı, bir tərəf məndən nə idi. Yerlərlə də bölmüşdülər ki, bura mikrorayon Hamı uşaqları. bilirdi ki, harda oturmalı. Ümid edirik ki, bir Çayxana gün kimi. Xəzər Lənkəran qayıdacaq və İnşallah. liqada Bəli, uğurlar biz də Neftçi qazanacaq. ilə oynamaq üçün darıxmışıq. Bəli, biz də elə gedərik inşallah bir yerdə baxarıq oyunlara. O başqa oyunlar idi. Zövq alarıq. Və Futbol- təşəkkür futbol edirəm var. Kərim abi. Mən də sizə təşəkkür edirəm. Gəldin bizim qardaşlar. çox sağ verilişimizə. ol. Oradan çıxaq gedək o biri iş yerimizə. Hə, o bir işə getməliyik, həm də acuq gedək. Sonra yeməyə. yeyək. Öpürəm. Cipslə Çox sağ ol. xiyar yeyək. Belə, təşəkkürlər əziz izləyicilərimiz. Siz də fikirlərinizi yazın. Növbəti qonaq kim olmalı sizsə onu da yazın. Qoy Bəyənin, bilək, abunə olun, dostlarınızla paylaşın. Adam tapmırıq ümumiyyətlə. Qapıya baxmırsınız, baxmırsınız. Heç alınacaq? olmasa qapıya baxmırsınız, baxmırsınız. Heç olmasa bu qaymağa baxın. Bu ki pulsuzdur.